Niyə bu mövzunu açdım? Son günlərdə hamımız bilirsiniz. Necə sizi narahat edib, belə hamımızı narahat edən məsələyə görə açdım bu mövzunu. Məscidin torpağı ilə bağlıdır söhbət. Biz eşitdik oradan buradan, amma rəsmi qərar hələ eşitməmişdik. Keçən cümədən sonra rəsmi xəbər verildi. Biz də bugün münasibətimizi bildiririk. Məscidin torpağı ilə bağlı. Bütün inancları narahat edən məsələ, gündəmin məsələsinə çevrilib. Başqa ölkələrdən zəng edirlər. İnanın ki, hara gedirsən bunu soruşurlar. Cəmiyyətdə aləm deyib bir-birinə. Bilməm nəyə lazım idi bu qərar. Ümumiyyətlə, dövlət məmurlarının qərarı millətin xeyrinə olmalıdır. Cəmiyyətin mənafeyinə xidmət eləməlidir. Bu cür qərar çıxartmaq, yəni insanlara xidmət eləyən qərar çıxartmaq, məmurların vəzifə borcudur. Əks təqdirdə yaxşı son